İkinci ildir ki, gəlmişəm, birinci sakin olaraq gəldik. Şəxsən cənab prezident özü bizə evlərimizin açarlarını təqdim elədi. Dövlət tərəfindən hər cür köməklik var. Məşğulluq idarəsinə müraciət elədik. Bugünkü gündə bu təsərrüfatımızı genişləndirmək üçün alim gətirdilər, bizə verdilər. Yaşayış həyatımızı yaxşılaşdırmaq üçün məşğul olmalıyıq. 3 ildir Laçına gəlmişəm. Buranı ancaq televizorda, YouTube'da görmüşəm, amma gördüyümdən də çox gözəl yerdir, maşallah. Bura gələndə bərbərəm özüm, avadanlıq yox idi. Sağ olsun Laçın rayon məşğulluq idarəsi mənə təklif elədi. Mən də təklifini qəbul elədim. Kurs oldu 5 günlük. Şükür bu günəki məşğulluq payına verildi. İnşallah indən sonra istifadə edəcəm.